Onda siz dediniz, ey Musa, biz eyni cür yeməklərə dözməyəcəyik. Ona görə də bizim üçün Rəbbinə bizə yerin bitirdiklərindən, pərəvəzindən, xiyarından, sarımsağından, mərciməyindən və soğanından yetirməsi üçün dua et. O dedi, siz xeyirli olan şeylərin daha dəyərsiz şeylərlə əvəz olunmasını mı istəyirsiniz? Şəhərə girin, şübhəsiz ki, orada istədiyinizi taparsınız. Onlara zəlillik və düşkünlük üz verdi və onlar Allahın qəzəbinə düçar oldular. Bu cəza ona görə idi ki, onlar Allahın ayələrini inkar edirdilər və bəzi peyğəmbərləri haqsız yerə öldürürdülər. Bu həm də onların asi olduqlarına və həddi aşdıqlarına görə idi.